Yükləndikdən sonra mənbədən ayrılmış kondensatorlar bateriyasının A və B nöqtələri arasındakı gərginlik U, şəkil 1. Kondensatorlardan birinin köynəkləri arasındakı fəzanı dielektrik nüfuzluğu 3 olan dielektriklə tam doldurduqda, şəkil 2, A və B nöqtələri arasında gərginlik nəyə bərabər olar? Deməli, bu iki kondensator bir-birinə paralel qoşulub. Paralel qoşulduğu üçün hər ikisinin gərginliyi eyni olmuş olacaq. Hər ikisi üçün gərginliyi U0 qeyd eləsəm, kondensatorun tutum düsturuna görə S bərabərdir Q bölü U, Q'nu da tapanda olur S vurulsun U. Bu düstura görə burada hər iki kondensatorun tutumları və gərginlikləri eyni olduğuna görə hər ikisinin yükü də eyni olmuş olacaq. Hər ikisinin yükünü də Q0 işarə eləyək. Kondensator yükləndikdən sonra mənbədən ayrılmışdır qeyd olunub. Kondensator mənbədən ayrılanda elektrik yükü sabit saxlanılır. Yəni, əvvəlki yüklərin cəmi, sonraki yüklərin cəminə bərabər olmuş olacaq. Dielektrik daxil olanda kondensatorun tutumu dielektrik nüfuzluğu qədər artır. Dielektrik nüfuzluğu 3 olduğuna görə kondensatorun tutumu 3S0 olmuş olacaq. Yəni, burada artıq tutum 3S0 olur. Dielektrik gəldiyi üçün gərginlik dəyişmiş olur. Amma bunlar bir-birinə paralel olduğuna görə yenə də hər ikisində eyni gərginlik olmalıdır. Hər ikisinin gərginliyini də U işarə eləyim. Elektrik yükləri isə fərqli ola bilər. Ona görə Q1 və Q2 kimi qeyd edirəm. Elektrik yükün saxlanma qanununa görə əvvəlki yüklərin cəmi sonraki yüklərin cəminə bərabər olmuş olacaq. İndi bu düsturdan istifadə edərək hər birinin ifadəsini yerinə yazaq. Yəni, Q0-a S0 vur U0 yazasıyam. S0 vur U0 üstə gəlinsin. Yenə S0 U0 bərabərdir. Birincinin yükünə tutumu S0 vurulsun U. Üstə gəlinsin. İkincinin tutumu artıq 3S0, gərginliyi U'dur. Olacaq 3S0 U. Sol tərəf 2S0 U0. Sağ tərəf isə olacaq 4S0 U. S0'lar ixtisar olunur. 2U0 4U'dur. 2'yə də ixtisarlayanda U0 olur. 2U'ya U da olacaq. U0 bölünsün 2. A bəndi.